Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla Xədicə Əsədova, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru bu gün bizim qonağımızdır və biz Qarabağda xalq sənətkarlığı və xüsusilə Şuşanın rolundan danışacağıq. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun, sabahınız xeyir. Ümumiyyətlə Qarabağda xalq sənətkarlığının tarixindən əgər danışsaq, yəni nə qədər qədimdir? Qarabağda xalq sənətkarlığının tarixindən danışsaq, nə qədər qədimdir? Bilirsinizmi, Azərbaycanın bütün ərazisi boyu deməli sənətkarlıq hər zaman yüksək səviyyədə inkişaf edib. Yəni hətta Azərbaycan təkcə deyil, Qarabağ, özəlliklə də Qarabağ ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş deməli məlumatlardan bəlli olur ki, insanlar hər zaman öz həyatlarının tələbatlarını ödəmək üçün və hətta zaman keçdikcə bu əşyalar üzərində deməli naxışlar, onlar müəyyən sənətkarlıq artıq inkişaf etdikcə bu insanlar bu əşyalar üzərində müəyyən naxışlar, elementlər işləmişlər. Təbii ki, bunlar inanclarla bağlı olmuşdur. Bunlar onların estetik duyğularının inkişafı ilə bağlı olmuşdur və eyni zamanda da Qarabağ ərazisi istisna deyil. Qarabağdan tapılan Xocalı mədəniyyəti abidələri, Qarabağda olan digər abidələr onu sübut edir ki, insanlar hər zaman öz həyatlarını daha yaraşıqlı, daha gözəl etmək üçün onlar əşyalar üzərində, hazırladıkları məlumatlar üzərində müəyyən izlər qoymuşdular. Getdikcə bu inkişaf etmişdi tarixin bütün dövrlərində, amma 1750-ci ildə Pənahəli xan Şahbulaqdan Şuşaya bütün rəiyyəti köçürdüyü zaman o onlarla arasında böyük sənətkarları deməli bura deməli daşımışdır və burada yaşayan insanlar, onlar yerli xalq olmaqla yanaşı həmçinin də sənətkarlar idilər. Sənətkarlıq burada hər zaman inkişaf etmişdi. Qarabağın mərkəzinə çevrilmiş deməli Şuşa şəhəri təbii ki özəlliklə seçilirdi. Burada deməli hər zaman insanlar müxtəlif sənət növləri ilə məşğul olmuşlar. Bunların içərisində keçəçilik, ipəkçilik, xalçaçılıq, dulusçuluq, misgərlik, zərgərlik kimi deməli sənət növləri inkişaf etmişdi və burada bu sənət növləri inkişaf etməsi üçün buraya əsasən yerli xammaldan istifadə edilirdi. Yəni bura kənardan xammal gətirilmirdi. Yerli xammaldan daha çox istifadə edilirdi. Ümumilikdə danışsaq, Qarabağın mədəniyyət paytaxtı elə bayaq da siz qeyd etdiniz Şuşa. Bəli. Və Şuşanın xüsusi əhəmiyyətindən danışsaq. Şuşa o dövrlərdə deməli 18-ci əsrdə özəlliklə Şuşa nəinki Qarabağda, Azərbaycanda, bütün Qafqaziyada deməli seçilən, tanınan bir mərkəz idi. Çünki Şuşada istehsal edilən məhsullar, onlar Tiflis bazarlarında deməli satılırdılar. Onlar İrana daşınırdılar. Onlar Türkiyəyə, İraqa və oradan da digər ölkələrə etməli ixrac edilirdilər. Şuşanın olduğu ərazi, onun coğrafi mövqeyi ilə bir yer idi ki, burada insanlar daha çox sənətkarlıqla və ticarətlə məşğul idilər. Bu dövrdə burada böyük karvansaralar, burada küçələr, burada məscidlər, burada hamamlar, burada sənətkarlıq deməli bu mərkəzləri kimi artıq təkmilləşmiş emalatxanalar fəaliyyət göstərirdi. Və burada sənətkarlıq təkcə bir insanın simasında deyil, burada sənətkarlıqla ailəlicə məşğul olurdular. Yəni bir ailədə toxunan tutaq ki, xalça, o ailənin bir üzvü tərəfindən bunun sapının boyanılması, digər tərəfindən bunun yunundan daranması, ərişin hazırlanması və bəzi ailə üzvləri tərəfindən, daha gənc xanımlar tərəfindən isə xalçaların toxunmasına. Yəni artıq sənətkarlıq burada bir peşəyə çevrilmişdi. Çünki Şuşa ticarət mərkəzi idi. Şuşadan keçən karvan yolları, bütün karvanlar, onlar deməli
buradan digər ölkələrə, digər məmləkətlərə burada istehsal edilən məhsulları daşıyırlar. Eyni zamanda bu haqda bizim deməli bu dövrdə buraları səyahət etmiş, buraları gəzmiş deməli tədqiqatçıların, o zaman araşdırmaçıların da əl yazmaları var. Məsələn, Verişagin yazırdı ki, mən Şuşanı görəndə Şuşanın gözəlliyinə baxıb heyran oldum. Şuşa durmadan inkişaf edir. Piralov yazırdı ki, Şuşada istehsal edilən xalçalar, onlar nəinki Azərbaycan üçün, bütün Zakafkaziya üçün örnəkdir. Və burada xalçaçılıq sənəti ilə məhz müsəlman ailələri məşğul olurlar. Bu sənət Azərbaycanlılara məxsusdur. Yəni, belə tarixi faktlar göstərir ki, Azərbaycanlılar hər zaman sənətkar olmuşlar və Şuşada sənətkarlığın inkişaf etməsi onun aparıcı qüvvəsinə çevrilmişlər. Və bayaq xalçaçılıqdan danışdıq. Daha çox da bilirik ki, Qarabağ xalçaları, ümumilikdə o elmələr, yəni həqiqətən də insanları valeh eləyir və xaricdə belə çox böyük bir maraqla qarşılanır. Ümumilikdə Qarabağda xalçaçılığı fərqləndirən nə idi? Qarabağda xalçaçılıq inkişaf etmişdi xüsusi bir istiqamətdə. Yəni bu xalçaların rəng harmoniyasında, rəng koloritində, xalçaların bədii quruluşunda, xalçaların ölçülərində bu özünü göstərirdi. Yeganə məktəbdir ki, bir xalça üzərində müxtəlif kontrast rənglər toplaşır. Məsələn, sarı, yaşıl, qırmızı, qara rəngdə xalçanın yerliyin olması digər məktəblərdə, digər xalça qruplarında biz bunu rast gələ bilmərik. Qarabağda tikilən imarətlər elə bir quruluşda olurdular ki, onları həm isitmək və həm də daha yaraşıqlı göstərmək üçün burada toxunan xalçalar da böyük ölçüdə olurdu. Onlar dəst xəliqəbi adlanırdılar. Bu xalça dəstləri 3 və yaxud 5 hissədən ibarət olurdular. Mərkəzdə böyük bir xalı, ətraflarda 2 kənarə, ona yanlıq da deyirdilər. Baş hissədə başlıq və deməli